Deməli, mochi xəmiri hazır oldu. İndi yığım mərhələsindədir. İndi baxın bu formada içinə istənilən meyvə, dolğu, yəni istənilən zövqə görə nə istəsəz içini vura bilərsiniz. Bəsdir, çox doldurma, partlayır. Bu formada doldurursunuz və bükümü də ifsu, bük. Üstünə krem eləməyim. Hə, az qoy, çox az. De, burada qaşıqla qoy, yox. Hə, o meyvə dolğulu jelelərdir. Nə istəsəz üstünə əlavə edə bilərsiniz. Jele, meyvə, krem. Amma çalışın yüngül çeşidlərə üz vurun. Çünki zaten ağır şirniyyatdır. Biraz da kivi, mango maraxuya, nə bilim vişnə, moruq, ən dadlıları, ən gözəlləri. Və görürsünüz, gürcü xəngəl kimi bükülür. Sıxma, sıxma. Sonra bu formada birləşir, qayçı ilə kəsilir. Qayçı ilə kəs, ifsu. Hə, sonra kağız qoy. Kağız hardadır? Bir dənə kağız ver. Kağız ver. Kağıza qoy. Ifsu. Belə. İndi kəs, baxsınlar. Kəs bir dənə bıçaqla. Hə, biraz qalsa daha gözəl olar. Yəni içliyi də bu formada. Dondurucuda qalır. Bir neçə saat gözəl donur, içlik özünə gəlir, xəmir özünü tutur. Sonra sərin-sərin marojna dadında bir desert olur.